Peyman Məntiq bir daha Xəlsiyə dis vermişdi. Onun videolarını tapdım, هم baxaq. واقعا رو داستان غیرتی هم. من یه جا اون موقع که پیجمو میخواستم ببندن، این آقای شیرکوهیه بودش که استقلال مدیر عامل بود، معاون بود. بعد با یه لهجه بامزه دیس منو داده بود. منم خودم دیدم ترکم، اومدم مثلا ایشونو یه ذره اداشو در آوردم. من خودم هم ترکم. آقا ترکیه انقدر ناراحت شدن آدمای ترک، یعنی هموطنان عزیز آذریمون، من خیلی دوستشون دارم. فامیلای خودم هم دیگه. Elə canına xoda sərşahətdə orada da Bərkə qolunda hamısı Tork oluyorlar. خودیسه. میدونستن تو انقدر مهم نبود براشون. دیس منو به ترکی خوندم. من رفتم من مامانم که ترکی پرسیدم چی میگه؟ هاچی؟ دیس به ترکی میکنم، میگفت بیا ایران جتبخ جوتباخ، یه چیز سنگین. من از همینجا واقعا معذرت میخوام از ترک‌ها، چون واقعا میدونم حساسن رو فرهنگ چیزو کسی مثلا ادا در بیاره اینا. Yo, ittifaqən biz həssas dərıq. Çox da səbirliyik. Məsələn görmüsən biz filan eləyim kuruşun qəbrin daşına, məsələn sizdən şuxluq eləməmişik. Bəli qovmiyyəti biz cürləməmişik. Ya yerus ya farsemire falan cürmüqanə. Bəli siz eləmisiniz. İttifaqımız çox səbirliyik. Onu siz baxın. مثلا این هم بگم که شوخیه دیگه، این برنامه طنزه و کلا با همه شوخی میکنیم. آره ولی هاردکورن، خیلی هاردکورن حاجی. شما خودمون ترکیم میدونید. آره دیگه ما خودمون ترکیم. شما مثلا Türklər شما hamısı. چی از هاردکوریت؟ Əslən fars deyə bir şeyimiz yoxdur. Hamısı türkdülər. Fəqət hegemoniya farsı varmışdı ki, elə bir taciklər, yəni faslar. Ferdowsu ora deyib də İranı filan oradır. Burada Türk toprağıdır. Və bunlardakı var hegemoniya farsından elə üçün Tehrana və bir çox misalları var ki, verə bilirəm. Oraya üçün tərəf türkdür, dədə nənə türkdür kollan. 2 nəsl kollan fars olmağına fasilələri vardı. Budur, yəni məmləkətin müşkülü də əslis elə budur. Hoviyyət, kimlik məsələsidir. Ya, necə də çox xəlsən ki, dis verilib, biləsinə peyman nə mənə deyim. ترکیه یه روز یه ترکیه Mən Türkəmək, bizim tərəflərdə sən kiminə deylər canımsan baby. Səndə günah yoxdur dalında zet, yanında ceydi, boynuna ceyni. Açaram dolaram əlimə vıraram, səni də yaddan çıxardarsan. Rapi də öz YouTube'unda da filmi də çəkilər. Ryu yuxarı gedər, trend olarsan bundan da istəmiyəm. O da sənin halaltıq qəziyə kəş eləmə millətin qanını içəndə nə səndə var denən nə. Çox yaxşıdır ki, səssiz qalmayaq bəli.